Apendisit uşaqlarda necə başlayır və bunun müalicəsi necə? Bu apendikulyar çıxıntıdır, soxulcana bənzər çıxıntı dediyimiz kor bağırsağın önündə olan bir çıxıntıdır. Onun içində girən qida oradan da geri qayıtmalıdır. Qida onun mənfəzini tutur və keçici pozur. İçində qalan qidalanma başa çürüməyə, apendiks qalınlaşır, şişir, iltihablaşır, bəzən də gecmiş halda partlayır. Bu özünü necə bir özə verir? Uşaqlarda birinci halsızlıq, ürək bulanma, qarnının ön divarda, ön tərəfdə mədiyə yaxın yerdə ağrılar. O ağrılar yavaş-yavaş göbəyin üstündə keçir sağ tərəfə, enir aşağıya doğru apendikulyar nahiyəyə. Ürək bulanma, qusma, temperatur və ayağın çəkərək gəzmə, bəzən də qarnın belə əyərək dayanma ki, məcburi vəziyyətdə bu ağrıları aradan qaldırır. Və biz apendisit varsa, ilkin dövrdə bəzən onu geri qaytarmaq ola bilir, amma apendikulyar çıxıntı iltihablaşıb sonra geri qayıtması sıfıra bərabərdir. Yəni belə deyək. Müalicəsi ancaq cərrahidir. Həmin çıxıntı, bağlanır. Ucu göstərirmi onu? Bəli, ultrasəs müayinəsi professional baxımda əgər apendisit piyliyə və yaxud harasa bürünüb, absesləşməyibsə görülür. Məsələn, bu gün xəstə gəlib, biz onu palataya yatızdırıq. Absesləşmədi. Xəstə artıq bəlkə bir həftə 10 gündən çoxdur apendisit olub. Amma apendisit bürünüb piyliyə bir yerdə yığılıb, içi irində olub. Bu xəstəyə bu dəqiqə girib əməliyyat eləmək qanunsuzdur. Biz onu antibakteriyel terapiya verib, onu boşaldıb, biraz rahatlaşdırıb, sonra cərrahi müdaxilə olunacaq və yaxud onunla da bitib gedəcək. Ona görə xəstəni yatızdırır. Valideynlər nəyə fikir versinlər? Bəzən qatışdıra bilərlər, ev şəraitində özləri müalicə eləyə bilərlər və yaxud ixtisas olmayan həkimlər üçün antibiotik və ağrı kəsici verə bilərlər. Qarın ağrısı, ürək bulanma, qusma varsa, öncə pediatra, əgər bir infeksiya yoxdursa, mütləq cərrahi müdaxilə olunmalıdır, necə baxılmalıdır. Əllə apendiksit simptomları varmı, qarında ağrıları varmı, ultrasəs müayinəsində apendiksit nə qədər qalınlıqdadır, maye varmı? Əgər heç bir müayinədə görünmürsə də, kompüter tomoqrafiya edib dəqiq olaraq görünməli və qan göstəriciləri. Düzdür, qan analizləri hər zaman da ideal dəqiqliklə göstərə bilmir. Məsələn, peritoneal qarın boşu irinlə dolu xəstə gəlir ki, qan normaldır. Və yaxud da ki, heç apendiksit olmayan bir xəstə hansısa bir virus tutub, qanda leykositlər qalxıb, o bizə göstəricimiz deyil. Yəni, biz apendikulyar çıxıntının ölçüsü, onun diametri və onun yerləşməsi və qanlılığını dəyərləndirmək. Bunu ya ultrasəs müayinəsindən və yaxud KT müayinəsindən dəqiqləşdiririk.